31 oktyabr 2 noyabr tarixlərində Bakıda keçiriləcək Bakıya uçuş İncəsənət həftə sonu Gələcəyi İndi Duy adlı İncəsənət festivalı keçiriləcək və bu bizim paytaxtımız üçün çox mühüm və geniş miqyaslı bir hadisədir. Heydər Əliyev Fondu IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən bu festival müxtəlif məkanlarda çox maraqlı proqramlarla çıxış edəcək. Belə ki, burada həm sərgilər, həm mühazirələr, teatr tamaşaları, musiqi tamaşaları keçiriləcək və Azərbaycan Milli İncəsənət Muzeyi də bu proqrama qatılıb. Oktyabrın 30-da muzeyimizdə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan nonkonformist rəssam Tofiq Cavadovun Yarımçıq qalmış ömür adlı retrospektiv sərgi açılacaq. Bu sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir və burada rəssamın 91 əsər, rəngkarlıq, qrafika və ilk dəfə kitab illüstrasiyaları sərgilənəcək. Payız başlanandan Bakı bir-birinin ardıca gedən çox maraqlı festivallara ev sahibliyi edir və onlardan da biri bəlkə də ən belə yadda qalacaq bir hadisələrdən biri də Fly to Baku, Baku Art Weekend festivalıdır. Burada təsviri sənət ilk növbədə fokusda görünür, çünki daha çox sərgilərdir. Amma bundan başqa bu əsl belə incəsənət bayramıdır. Çünki burada həm konsertlər, tamaşalar, mühazirələr, hətta uşaqlar üçün və gənclər üçün müxtəlif tədbirlər ki, Bakının hər bir sakini və şəhərin qonaqları burada doğrudan da əsl incəsənət bayramı ab-havası hiss eləyə bilsinlər. Hal-hazırda biz Heydər Əliyev mərkəzindəyik. Görürsünüz, hazırlıq gedir sərgiyə My Seas, My Oceans, yəni mənim dənizlərim, mənim okeanlarım adlı beynəlxalq bir çox ölkədən olan rəssamların qoşulacağı bir sərgidir.